Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında 11 fevral Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününə həsr olunan İdeyadan nəticəyə, gender bərabərliyi ilə sistemin yeni üfüqləri mövzusunda konfransı keçirilib. Konfransı giriş nitqini açan Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Akademik İradə Hüseynova bu əlamətdar günün BMT Baş Assambleyasının 2015-ci il dekabrın 22-sində qəbul etdiyi qətnaməyə əsasən bütün dünyada, o cümlədən Azərbaycanda geniş şəkildə qeyd olunduğunu və bu çərçivədə elmdə gender bərabərliyi mövzusunun mühüm prioritet kimi gündəmdə saxlanıldığını vurğulayıb. Akademik İradə Hüseynova bildirib ki, UNESCO tərəfindən 2026-cı il üçün müəyyən edilən vizyondan real təsirə, gender bərabərliyi ilə sistemin yeni üfüqləri mövzusu qadınların elm və texnologiya sayəsində ideyalardan real nəticələrə keçdiyini təşviq edir. Bu yanaşma qızların erkən yaşlardan sistem təsirinə çıxışının genişləndirilməsinə, stereotiplərin aradan qaldırılmasına, qadın alimlərin liderlik mövqelərində təmsilçiliyinin artırılmasına əsas məqsəd kimi qarşıya qoyur. Hazırda Azərbaycan elmində baş verən sistemli transformasiya proseslərində gender balansı mühüm göstəricilərdən biri kimi çıxış edir deyən alim bu istiqamətdə statistik məlumatları diqqətə çatdırıb. Bildirib ki, ölkədə elmi tədqiqatçıların təxminən 58%-ni qadınlar təşkil edir ki, bu da dünya üzrə orta göstəricidən yüksəkdir. Vitse-prezident əlavə edib ki, STEM sahələri üzrə təhsil alan qadınların payının artması, eləcə də qadın alimlərin rəhbər vəzifələrdə təmsil olunması gələcək innovasiya və texnoloji inkişafın daha inklüziv xarakter alacağını göstərir. Sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva müasir dövrdə Azərbaycan qadının ölkənin ictimai, siyasi və mədəni həyatında aparıcı qüvvəyə malik olduğunu söyləyib. Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib. Ölkəmizin sosial-iqtisadi, intellektual mədəni potensialının artırılması üçün dəyərli töhfələr verir deyən akademik Gövhər Baxşəliyeva vurğulayıb ki, Azərbaycan qadınının əzəməti bugün dünya ictimaiyyətinə birinci vitse-prezident Mehriban xanım Əliyevanın simasında daha qabarıq təqdim olunur. Daha sonra AMİA'nın Qadınlar Şurasının sədri Professor Rəna Mirzəzadə Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününün qeyd olunmasının əhəmiyyətinə diqqət çəkib. Professor Rəna Mirzəzadə vurğulayıb ki, dövlət müstəqilliyimiz bərpa edildikdən sonra qadınların ictimai siyasi həyata qovuşması, onların dövlət idarəçiliyində geniş təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət qadın siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadın haqqında söylədiyi fikirlərdə statları gətirərək ölkəmizdə qadınların fəaliyyətinə göstərilən dəstək və qayğıdan danışıb. Tədbirdə həmçinin AMİA Qadınlar Şurası sədrinin müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Mahruh Nəcəfli, texnoloji innovasiyaların gender bərabərliyinə təsiri, AMİA Riyaset Heyəti Aparatının İnsan Resursları Şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud, AMİA-da çalışan kişi və qadın alimlərin statistik göstəriciləri mövzusunda çıxış ediblər. Leyli Naimik qızı Ziya Xudiyev, Fərid Həşimov, Elm TV.